Salam. Bugünkü dərsimizdə qadın cinsiyyət orqanları dərs 2 yumurtalıqlar haqqında danışacağıq. Biz bilirik ki, fallop borusu uşaqlıq borusu deməkdir. Qadın reproduktiv sisteminin cüt şəkilli borus hissəsidir. Yumurtalıqdan gələn yumurta hüceyrəsini uşaqlığa daşıyır və burada sperma yumurta hüceyrəsini birləşdirir, belə deyək də dönənmə yeridir. Belə deyək, yumurta boru daxilində hərəkət edərək uşaqlığa doğru daşınır. Burada embrion inkişafına başlamağı gözləyir. İndi biz bilirik ki, uşaqlıq boruları hər iki tərəfə, uşaqlıq dibinin yan səthindən, yəni uşaqlıq dibi bu hissədir, yan səthinə ayrılan borulardır. Yəni iki borudur. Uzunluğu təxminən 12 cm-dir. Borular periton büküşü olan uşaqlığın enli bağının yuxarı hissəsində yerləşir. Enli bağın bu hissəsi boru müsahiqəsi adlanır. Borunun iki dəliyi vardır. Qarın boşluğuna açılan nisbətən enli hissəsi və uşaqlığa açılan nisbətən dar hissə. Buna dar dəlik də deyirlər. Boruda 3 hissə ayırd edirlər ki, bu uşaqlıq hissəsi, uşaqlıq borunun uşaqlıq divarının içərisində yerləşən hissəsidir bu hissə. Uşaqlıq borusu boğazı deyirlər biz buna. Uşaqlıq borusu ampulu. Uşaqlıq borunun lateral genişlənmiş hissəsidir. Bax bu hissə. Bu hissədə borunun uzunluğu təxminən borunun uzunluğunun belə deyək də yarısını təşkil edir. Və qıfa bənzər genişlənmiş hissə. Bax bu hissə. Uşaqlıq borusu qıfı ilə qarın boşluğuna açılır. Belə deyək də qarın boşluğuna açılan hissəsi budur. Bu qıfın kənarları qeyri-müəyyən formalı çıxıntılara malik saçaqlarla təchiz olunub. Yəni şəkildə burada da qeyd etmişik ki, saçaqlarla necə təchiz olunubdur. Burada ampulyar hissəni göstəririk ki, borunun əsas uzun hissəsi, belə deyək, əksər dövrlənmə burada baş verir. Yəni bölünmə prosesi əsasən ampulyar hissədə gedir. Ampulanı uşaqlığa bağlayan dar hissə və uşaqlığa keçən intramural hissə uşaqlığın daxilindən keçən hissədir. İndi yumurtalıqlar qadın reproduktiv sisteminin ən mühüm orqanlarından biridir. Onlar həm yeni həyat başlanğıcı üçün lazım olan yumurta hüceyrələri istehsal edir, bu da şəkildə görürük. Həm də qadın sağlamlığı üçün kritik olan hormonları sintez edir. İndi isə yumurtalıqlar haqqında bilməniz olduğu faktları deyək, sizinlə bölüşək. Ümumiyyətlə, quruluşu və yerləşməsi. Forması badam şəklindədir. Bəli, biz burada da görürük ki, badam şəklində ölçüsü orta hesabla 3,5 uzunluğunda olur. 3-5 cm belə deyək də aralığında olur. Bəzi qadınlarda məsələn ola bilər 3,5, 4 cm və s. belə. Ümumiyyətlə, yumurtalıqların mövqeyi çanaq boşluğunda uşaqlığın hər iki tərəfində yerləşir və uşaqlıq boruları vasitəsilə uşaqla əlaqələnir. Bəli, bu şəkildə görürük. Biraz yaxınlaşdırılmış formasında da görürük ki, burada uşaqlıqla əlaqələndirilən ölçüsü var. Yəni yeri var. Uzunluğu dedik 3-5 cm aralığında olur. Eni isə 1,5-3 cm olur. Bəli, eyni qadına ola bilər ki, 2 cm olur, 2 cm yarım. Yəni bu aralıqda vermişik. Qalınlığı 0,6-1,5 aralığında qiymət ola bilər. Həcmi orta hesabla 4-10 milli kub santimetr ola bilər. Ümumiyyətlə, yumurtalıqda yumurta hüceyrənin bu yumurtalığa daxil olması prosesi. Burada şəkildə verdiyimiz yumurtalıqlar, ümumiyyətlə yumurtalıqların generativ funksiyası folikulun siklik rejiminə yetişməsi, ovulyasiya, mayalanma, qadır yumurta hüceyrənin xaric olması və endometrium mayalanmış yumurta hüceyrənin qəbuluna yönəldilmiş belə deyək də reproduktiv sistemdə olan dəyişikliklərin təmini ilə səciyyələnir. Yumurtalıqların əsas morfoloji funksional vahidi folikuldur. Biz burada görürük ki, şəkildə birinci
belə deyək də, ilkin follikul, birincili, ikincili follikul, qraf qabarcığını görürük. Belə deyək də, beynəlxalq histoloji təsnifata görə bu histoloji qanun 1994-cü ildə qəbul edilmişdir ki, follikulun 4 növü vardır. Primordial, daha sonra birincili, ikincili və ikincilidə belə deyək də, qovurcuqlu follikullar yerləşir bu hissədə. Daha sonra isə qraf qovurcuğu, bu qraf qovurcuğu şəkildə bax bu hissədə verilmişdir. 4 növü ilə müəyyənləşdirilmişdir, yəni yumurtalıqların növü. Şəkli tərcümə etməyimizi istəsəniz, burada deyərik, ilkin dövrü bax burada, primordial follikul, daha sonra sekundary, yəni ikincili deməkdir. Vezikula, yəni burada qraf qabarcığıdır. Ümumiyyətlə, ovum yumurta hüceyrə deməkdir. Ovulation yumurtlama deməkdir. Ovulyasiya prosesidir. Corpus luteum isə sarı cisim deməkdir. Degenerasiya isə deformasiya uğramış solğun rəngli sarı cisim deməkdir. Burada isə arteriya göstərir, yumurtalıq arteriyasıdır. Ümumiyyətlə, yumurtalıq dövrünün mərhələləri olur ki, follikulyar mərhələ olur. Belə follikulun 1-ci 14-cü gününə təsadüf edir, follikul böyüyür və estrogen səviyyəsi artır. Daha sonra ovulyasiya mərhələsi növbəti 14 gün ərzində baş verir ki, yumurta hüceyrə xarici olur. Lutein mərhələsi isə 15-28 gün sarı cisim yaranır, progesteron ifraz olunur. Gəlin baxaq, ovulyasiya, burada ovulyasiya adını çəkdik. Gərək ovulyasiya nə deməkdir? Ümumiyyətlə, yetişmiş follikulun partlaması nəticəsində şüalı təclihat olmuş yumurta hüceyrə qarın boşluğuna, daha sonra ampulyar hissə ilə ampulyar hissəsinə düşməsi prosesi, daha sonra belə deyək də, qarın boşluğuna, daha sonra uşaqlıq borusunun ampulyar hissəsinə düşməsi ovulyasiya adlanır. Follikulun tamlığı stigma adlanan nazik və qabarıq hissənin partlaması nəticəsində pozulur. Follikulun yetişməsi isə dövrə olaraq müəyyən vaxt intervalı ilə baş verir. Yumurta hüceyrənin yaşama müddəti 24-48 saatdır. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.